Hansı psixik xəstəliklər yalnız psixoterapiya ilə müalicə oluna bilməz və burada psixiatrın müalicəsi mütləqdir. Birinci, ağır depressiya, intihar düşüncələri ilə. Vaxtında yardım həyatı xilas eləyə bilər. İkinci, bipolar affektiv pozuntu. Burada dərmansız müalicə mümkün deyil. Üçüncü, obsessiv-kompulsiv pozuntu. Bu elə bir xəstəlikdir ki, burada həm dərman müalicəsi, həm psixoterapiya mütləqdir. O zaman istədiyiniz effekti ala biləcəksiniz. Dördüncü, ağır təşviş pozuntular, tez-tez təkrarlanan panik ataklar. Sadəcə terapiya kifayət deyil. Burada dərman müalicəsi tövsiyə olunur. Beşinci, qida davranış pozuntuları, anoreksiya, bulimiya. Burada psixiatrik və tibbi yardım mütləqdir. Altıncı, post-travmatik stres pozuntusu. Kəskin fazada vaxtında müalicə simptomları yüngülləşdirir. Yeddinci, emosional davamsız şəxsiyyət pozuntusu. İstər sərhədli tip olsun, ya impulsiv tip olsun, fərq etməz. Özünə zərər dediyimiz self-harm varsa, psixiatrik müalicə plus terapiya uzun müddətli dəstək verir. Və əlbəttə ki, şizofreniya və psixozlar. Burada dərman müalicəsi mütləqdir. Yadınızda saxlayın, psixik xəstəlik zəiflik deyil, digər somatik xəstəliklər kimi psixik xəstəlik diaqnozdur.